Musbot siqnallardan heç bir nəticə vermədi, insanlar çox mənfə itirdi. İndi isə o, kanalın adını dəyişdirib, robotu təqdim edir. Ofis götürmüşəm ki, gəlib siz bir investisiyadan mənə sual verir ki, qardaş, burada nə qədər qazana bilərəm? Mən ona bütün risklərimi başa salaram. Bütün hər bir şey, mən burada heç kiməm. Əsas bazardır. Bazar nə qədər stabil olsa, o robot o qədər yaxşı işləyəcək. Bazar pis olanda da robot yaxşı işləyir. Görürəm, bazar bərbaddır, robotu söndürürəm. Bu cəmaət balansını qaldıranda mənim xeyri nədir? Mən orada 30%-ını götürürəm. Broker mənsin ayırır ki, bu uşaq bu strategiyanı yaradıb, bu robotu yaradıb, bunun əziyyətidir, haqqıdır bunun. Sən kimi, biz kimi yaxşı qardaşlarımız 100 nəfər olsa orada 30%-dən mənim gəlirim çox olacaq. Mənim gəlirim çox olduqda mən robotu başlayacağam daha da gözəl etməyə. Bundan o yanı yoxdur, yəni o qədər pullar xərcləmişəm buna. İnanmazsınız, 2 dənə bahalı maşının pulu xərcləmişəm, robotu gətirib bu nəticəyə çıxardana qədər. İndi deyəcəksiniz ki, internetdə var da, yükləmə yox. İnternetdə olanla sən 3 gün, 4 günə mənfiyə gedəcəksən də, yəni nə danışırsan? İnternetdə var, gəl internetdən yüklə, gətir bu robotun nəticəsini ver. Yeni başlayanlar düşünür ki, hər zaman plusda olur, hər zaman qazanırlar və bir pis momentə düşəndə, bazar əksinə istiqamətə gedəndə sizin əməliyyatınızın, siz başlayırsınız balansı itirməyə və deyirsiniz ki, burada pul qazanmaq olmur. Robot üçün qorumalar qoydular, düzəlişlər etdilər, amma yenə də mənfiyə apardı. Bu necə robotdur ki, güya 2 maşın dəyərində pul qoyulub, amma bazar pis olanda insanların pulları mənfiyə gedir. Gəlin sizə öz yaratdığım professional robotumun nəticələrini təqdim edim. Musanın robotu həmin günlərdə mənfi olanda, mənim robotum həmin günlərdə müsbət olub və hələ də müsbət nəticə göstərməyə davam edir. Çünki mən peşəkar trader və proqramistəm. İndi nəticələri sizə skrinlər şəklində göstərəcəyəm. Lazım olarsa nəticələri video görüntü kimi də təqdim edə bilərəm. Niyə mənim yaratdığım robot müsbət nəticə verir? Çünki mən peşəkar trader olaraq peşəkar robot yaratmışam.